ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstarın Azərbaycanın şimal bölgəsinə Qubadan başlayan səfəri martın 29-da Xaçmazda davam edib. Günün birinci yarısı səfir Xaçmaz rayon icra hakimiyyətində görüş keçirib. Rayonun icra başçısı Şəmsəddin Xanbabayev ona rayon barədə ətraflı məlumat verib. 1930-cu ildə Our region was set up in 1930. Azərbaycanda ən böyük kənd təsərrüfatı rayonunda. It is one of the major agricultural region in Azerbaijan. Bizim bütün rayonun sərhədi dənizləndir. And our region is bordering upon the Caspian Sea. Yuxarıdan isə, şimaldan isə biz Rasiya ilə həmsərhəd. And on the northern part we are bordering upon the Russia. Gün ikinci yarısı isə Richard Morningstar rayonda fəaliyyət göstərən QHT nümayəndələri və rayon gəncləri ilə görüşüb. The chairman gave me too good a lunch. Səfir Azadlıq Radiosuna müsahibə verib. We received the letter from the Prosecutor General. Biz baş prokurorluqdan məktub almışıq və məktubu cavab vermək üçün Milli Demokratiya İnstitutuna göndərmişik. Qeyd eləmək istəyirəm ki, Milli Demokratiya İnstitutu Azərbaycanda çox gözəl, uğurlu fəaliyyət göstərir və fəaliyyətin məqsədi icma inkişafı və vətəndaş cəmiyyətinin inkişafıdır. Əminəm ki, bütün bu məsələlər aydınlaşdıqdan sonra doğrudan da Milli Demokratiya İnstitutunun Azərbaycanda necə şəffaf və uğurlu fəaliyyət göstərməsi bir daha sübuta yetiriləcək. There are discussions that take place. ATƏT-lə hökumət arasında müzakirələr aparılır. Bu məsələ ilə bağlı biz hesab edirik ki, ATƏT Azərbaycanda önəmli rol oynayır və bu təşkilat Azərbaycandakı fəaliyyətini davam etdirməlidir. Should continue in this election year. The only thing I can say is that bir şey deyə bilərəm ki, Azərbaycanın gələcəyi gənclərindir, gənclərlədir. Onlar çox parlaq zəkaya, istedada malikdirlər. Onların gələcəklə bağlı çox aydın təsəvvürləri və baxışları var və mən inanıram ki, bu ölkənin gənclərinin malik olduqları parlaq zəka, istedad və onların güclü istəkləri bu ölkənin uğurlu və parlaq gələcəyini təmin edəcək. Mən hər hansı fərdi tələblərlə bağlı spesifik şərh verə bilmərəm, açıqlama verə bilmərəm. Amma onu deyə bilərəm ki, hökumətin vətəndaşların malik olduğu qanuni şikayətləri dinləməsi və həll etməsi, eyni zamanda bu məqsədlə vətəndaşlarla effektiv dialoqa girməsi, qurması çox önəmlidir. Ümumiyyətlə, vətəndaşlar arasında dialoqun və ünsiyyətin başqa bir alternativi və əvəz edicisi yoxdur.